Sovetskidə yaşayan Əhməd Əhmədovun da evi sökülənlər siyahısındadır. O deyir ki, evinin arxasını qanunsuz olaraq qazıblar. Nəticədə yanvarın 13-də evlərində qaz sızmasından partlayış baş verib. Əhməd Əhmədovun sözlərinə görə partlayışdan sonra məlum olub ki, yerin 2 metr 20 sm dərinliyindən qaz sızır. Mənim əlim görürsüz də nətərdir, nə gündədir. Qazan kimi bir saatdan sonra xanım partladı buralar. Güya bunlar bilmir ki, oranı qaçsa orada sızıntı olacaq, açaqdır da, fizikadır da. Güya onlar onu bilmir. Vallah, billah, mən inanmıram ki, İlham Əliyev canavları bunlara desin ki, ged mənim millətimlə belə rəftar elə. Mən inanmıram. Mənə gəlib deyir ki, bir saatdan bir, 2 saatdan bir qapını aç, hamamı aç, qoy, evə bayırdan hava gəlsin, evdə sigaret çəkmə, nə bilim, çalış televizora baxma. Heç türmədə belə deyir, vallah, elə şey deyərlər. Mən azad vətəndaşam, mən nətər deyə bilərsən? Əhməd Əhmədov yanğının təsadüfi baş vermədiyini bildirir. Onun sözlərinə görə anasına məxsus 100 kvadrat metrlik evi söküb, kompensasiyanı da başqa bir adam ödəyiblər. Mən yeganə vərəsəyəm. Mən evdə olmamışam, gəlib evin yarısını söküblər, pulu götürüb bir başqa adama veriblər. O adam da deyir, öhdəçiliyi mən götürmüşəm. Bunlardan öhdəçiliyi götürüb ki, nə olsa cavabdayım, mənə deyirlər o adamı verir məhkəməyə. Deyirəm, ha, sizin başınız çatmır, mən o adamı məhkəməyə nöş verirəm. Siz pulu vermişsiniz, hə, bu ev mənimdir, hə, oturmuşam indi burada, hə. Gəlin mənlə söhbət eləyin də. Siz nə eləmişsiniz orada, nə oyun çıxarmışsınız, nə maşinasiya qurmuşsunuz, onun mənə adiyyəti var. Yasamal rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, şikayətçi dəfələrlə köçürmə komissiyasında olub. Ona tövsiyə olunub ki, mənzilin mülkiyyət sənədləri ilə bağlı, həmçinin həmin ünvanda yaşamış və köçürülmüş digər sakinlərlə aralarında yaranmış mübahisəli vəziyyətlə əlaqədar məhkəməyə müraciət etsin. Qurumdan onu da bildiriblər ki, Əhməd Əhmədovun mənzilindəki qaz cihazı istismara yararsız olduğundan partlayış baş verib. Başqa səbəb yoxdur.